Deməli, ilk öncə müsabiqə haqqında müəyyən qədər məlumat vermək istəyirəm. Daha sonra proses haqqında hər hansı bir sualınız olarsa, deyərsiniz, inşallah cavablandırar. Qeyd edeyim ki, müsabiqə 5 mərhələli bir müsabiqədir. İlk olaraq qeydiyyatdan keçəcəyik. Təxmini olaraq mart ayında qeydiyyat açılacaq və qeydiyyat açılan zaman sizi ümumi müzakirə qrupumuzda məlumatlandırılmış olacaq. Ümumiyyətlə, ümumi müzakirə qrupunda sizin nəsə çətinliyiniz olsa, imtahana qeydiyyatı olsun, imtahan prosesi olsun və qəbul suallarının tək-tək izahları. İndi bütün qəbul suallarını görmək üçün təbii ki, standart dərslərimizə qoşulmaq lazımdır. Amma vacib hissələr, məsələn, bizimlə birlikdə hazırlaşmayan yoldaşlar belə də o qrupda olsa müəyyən qədər onlara dəstək olacaq, belə deyim sizə. Proses haqqında ətraflı məlumatlar verilmiş olacaq. İlk olaraq təxmin olunur ki, mart ayında qeydiyyat açılacaq və bunu sizlə bölüşmüş olacağıq. Aprel ayında birinci mərhələ olan ümumi bilik mərhələsinin keçirilməsi nəzərdə tutulur. Ümumi bilik mərhələsində bizə 100 sual təqdim olunur. Bizimlə birlikdə əməkdaşlıq edən Cahid Xasayev tədris etmiş olacaq birinci mərhələni və bu birinci mərhələdə bizim 100 sualda nələrdən olacaq? Azərbaycan bloku, dünya bloku, idarə etmənin əsasları və müasir trendlər. Bu 4 blok üzrə sizə 100 sual təqdim olunacaq. Və keçid isə 60%. Yəni 60 balla keçdinizsə, növbəti mərhələyə keçmiş sayılacaqsınız. Qeyd edeyim ki, mərhələlər bir-birindən asılıdır. Bir mərhələni keçdin, növbəti mərhələyə keçmiş sayılırsan. Birinci mərhələmiz onlayn şəkildə kompüterlə olacaq. Evdən, işdən, hardasa səssiz bir yerdən qoşulacaqsınız və birinci mərhələni keçəndən sonra gələcək ikinci mərhələ, yəni analitik təhlil mərhələsi. Analitik təhlil mərhələsində sizə təqdim olunacaq məntiq tipli suallar. Yəni, məntiqdən abstrakt, verbal və rəqəmsala aid suallar təqdim olunmuş olacaq. Abstrakt fiqurlar, şəkillərlə bağlı olan suallardır. Burada fiqurların ardıcılıqları ola bilər, fiqurlar arasında müəyyən əlaqələr ola bilər, daha sonra kublar ola bilər. Fərqli şəkillərlə bağlı olan suallardır. Dərs gedişatlarımızda bunun hər birini görmüş olacaqsınız. Və qeyd edeyim ki, 25 sual təqdim olunur abstrakta aid. Rəqəmsal və verbal. Rəqəmsal nədir? Rəqəmsal burada diaqramlar, histoqramlar, qrafiklər, ədədlərlə bağlı olan suallar. Bunların hər biri sizə mənimsədiləcək dərs prosesimizdə. Qeyd edeyim ki, 25 sualda rəqəmsaldan olur, 25 sualda verbaldan. Verbal nədir? Mətnlərdir. 5 mətn düşür, hər birində 5 sual olmaqla. Cəmi məntiq hissəsi necə olacaq? Əyani şəkildə imtahan verəcəksiniz. Hansısa sizə yaxın olan bir məktəbdə, keçən il belə təşkil olunmuşdu. Məktəbdə gedib kompüterin, hər bir şey qoyacaqsınız ora, nəyiniz var, nəyiniz var, kompüterin qarşısında imtahan verəcəksiniz, sonra çıxıb gələcəksiniz. Bu cür. Və məntiq mərhələsində ən çox çətinlik çəkilən hissə rəqəmsal hissədir. Çətin faiz məsələləri, çətin diaqram məsələləri, daha sonra ədədlərlə işləmək, bunların rahat işləməyiniz üçün müsabiqənin birə-bir proqramına uyğun olan müəllim yoldaşımızla birlikdə təşkil elədiyimiz bir kitabımız var. Təxmini 12-13 gün ərzində artıq tam olaraq hazır olacaq. Yəni, son hissələrini artıq hazırlayırıq. Yəni, nə qədər çətin diaqram desəz, histoqram desəz, onların hər biri orada sıfırdan özümüzün yığdığımız testlərdir. Yəni, qəbul sualı birə-bir eynisi deyil. Ona bənzər. Onu işləsəz, onu da işləyə bilərsiniz. Bu demək deyil ki, qəbul suallarını işləməyəcəksiniz. Əvvəlki 5 ildə istifadə olunan bütün qəbul suallarının hamısını nöqtə vergülünə qədər işləmiş olacaqsınız. Sualı görəndə deyəcəksiniz ki, bu il düşür. Və bu ildə imtahanda Allahın iznayəti ilə düşmə nələr ki düşəcəksə, onlar yəni əsas meyar olaraq sizin özünüzdə bir təsəvvür yaranacaq. Yəni, imtahan sualları heç kimdə yoxdur. Heç kimdə ola da bilməz. Bu mümkünsüz bir şeydir, elə deyilmi? Amma sizin özünüzdə həm baza testləri, həm də qəbul suallarının izahları. Kifayət qədər material işləyəndən sonra nədir? Analitik təhlil mərhələsini keçmiş olacaqsınız. Belə deyim sizə. Bunun mən düşünürəm ki, hazırlığı nəyə görə lazımdır? Məsələn, birinci mərhələni başa düşərəm, haradasa üçüncü mərhələni də müəyyən qədər başa düşərəm, çünki iş sahəsi, biraz iş təcrübəsini. Amma analitik təhlil mərhələsində müəyyən qədər bir insan faiz məsələlərindən işləyə bilmirsə,
buranı keçməsi biraz çətin olacaq. Ola bilər ki, adam məsələn xaliqalar yaradır. Adam məsələn 4-cü mərhələyə gəlsə o hissəni keçə bilər. 5-ci mərhələyə gəlsə müsahibə mərhələsində mükəmməl. Amma bunun müəyyən qədər o abstrakt hissəsi və plus rəqəmsal hissəsində çətinliyi varsa, onları aradan qaldırmaq lazımdır. Və qeyd edeyim ki, nə baxımdan? Deyə bilərsiniz ki, məsələn, buna özümə cavab verirəm. 5-ci mərhələni, 4-cü mərhələni keçə biləcək bir potensialda olan adam 2-ci mərhələni də keçər. Belə bir fikirdə yaranır. Amma qeyd edeyim ki, orada vaxt məsələsi var. Məsələn, müəyyən bir vaxt çərçivəsində müəyyən bir testləri yazmalısan və birinci bildiyin sualları yazmalısan. Onları da dərs gedişatımızda, qəbul suallarının izahları prosesində sizə gedişatları deyəcəm ki, gözəl insanlar, hardan başlasaz daha yaxşı olar. Hansı hissədən, hansı hissələr, hansı sualları birinci yazsaz daha yaxşı olar. Budur. İkinci mərhələ dedik ki, olacaq abstrakt, verbal, rəqəmsal. 75 sual, bəs qiymətləndirilmə necə olur? Qiymətləndirilmə T şkalasına əsasən hesablanır. Nədir bu T şkalası? T şkalası sualların çətinlik səviyyələrinə görə onların balla qiymətləndirilməz. Məsələn, çətin sualın 4 ballıq suallar var, 2 ballıq suallar var. Çətin sualın öz balı olur. Asan sualın öz balı olur. Bəli, Bahar xanım, birinci mərhələ dünya görüş mərhələsidir. İkinci mərhələ analitik təhlil mərhələsi, onların bir-birinə aidiyyəti yoxdur. Yəni, hərəsinin öz vaxtı, öz ayrı-ayrı vaxtında keçirilən bir imtahandır. Və T şkalasında sizin yığdığınız ballar 300 bal sistemində yuxarıdan aşağı olaraq nömrələnir və sizin yığdığınız bal o T şkalasında ən yüksəklərə düşübsə keçmiş sayılırsınız. Necə? Ballar T şkalasında yüksəkdən aşağıya doğru. Yəni, ən yüksək bal yığanlar keçilir. Adətən 300 baldan təxmini 200-210 son ilin nəticəsini deyirəm. 208, bax, bu civarlarda yığanlar keçmişdir. Keçən ilə nəzərən. Bu ildən ilə dəyişə bilər. Qeyd edeyim, sonra gəlir 3-cü mərhələ. İdarəetmə mərhələsi. İdarəetmə mərhələsində sizə təqdim olunacaq 122 sual, 60 sual və 62 sual. 60 sual, bəli, iştirak edirəm. Keçən ildə iştirak etmişdim və hər il iştirak edirik. Əsas məqsədimiz bizim indi ikinci və üçüncü mərhələ, birinci, ikinci, üçüncü mərhələ, ilk üçüncü mərhələ üzrə hazırlıq təşkil etdiyimizə görə məqsədim odur ki, sizlə bir yerdə imtahana daxil oluruq. Yəni, sizlə bir yerdə iştirak edirik məqsəd. Yəni, ondan yuxarılarda gözümüz yoxdur. İndi təbii ki, nə qədər gedə biliriksə. Əsas bizim sahəmiz olan hissələri təbii ki, keçirik. Amma indi növbəti mərhələlərdə 4-5-də müəyyən qədər problem yaşanmış olur. İndi o problemi də keçmək məqsədimiz yox. Belə deyim sizə. Əsas məqsədimiz sizlə bir yerdə addımlamaq. Belə deyim, 3-cü mərhələ dedik, idarəetmə mərhələsidir. Emosional zəka və situasiya mühakimə tipli suallar təqdim olunur. 60 və 62 olmaqla cəmi 122 sual. Burada da T şkalasına əsasən hesablanır. Ən yüksək bal yığanlar növbəti mərhələyə keçmiş sayılır. Bu da kompüterlə Dövlət İmtahan Mərkəzinin təyin etdiyi yerdə nədir? Dövlət İmtahan Mərkəzində təşkil olunur imtahan. Bu mərhələni keçəndən sonra sizə gəlir yarım final. Yarım finalda siz komandalarla işləmə bacarığınız yoxlanılır. Komandalarla işləmə bacarığı nədir? 6 nəfərlik komandalarla xəmsə tipli bir yarış təşkil olunur və burada sizə müəyyən кейslər, müəyyən layihələr təqdim olunur və bu layihələr əsasında siz də öz fikirlərinizi bölüşürsünüz, öz yaradıcılıq qabiliyyətinə artıq əsaslanır və komanda ilə hansı dərəcədə siz ortaya bir iş qoya bilirsiniz, bunlar dəyərləndirilir. Və yarım finalı keçdikdən sonra gəlir final mərhələsi. Final mərhələsində mentorlar, hər biri nazirlərdən təşkil olunmuş mentorlar artıq final mərhələsində sizi qiymətləndirirlər. Yəni, müsahibə mərhələsi deyək. Müsahibə mərhələsini keçdikdən sonra finala çıxan hər bir namizədə 20.000 manat məbləğində mükafat təqdim edirlər, yüksəlişin özü və hər biri rəhbər vəzifəyə təyin olunur. Əgər yüksəlişin rəsmi səhifəsini izləyirsinizsə, hər gün bir post paylaşılır ki, yüksəlişin ikinci ilinin qalibi filankəs və filankəs filan yerə rəhbər təyin olunur. Bu gün özü də yüksəliş müsabiqəsinin 4-cü ilinin qalibi olan bir şəxs rəhbər təyin olunur bu gün. Yəni, bununla bağlı post paylaşırlar. Yəni, bunları özünüz izləyirsinizsə, görürsünüz ki, rəhbərlərin hər biri adı nədir? Qaliblərin hər biri rəhbər olaraq təyin olunur. Və bizlə birlikdə həm 1, həm 2, həm 3-cü mərhələyə hazırlaşaraq
müsabiqənin qalibi olan hər bir namizədə biz özümüz 10.000 manat məbləğində mükafat qoymuşuq. Finala çıxan namizədə isə 1000 manat məbləğində mükafat qoymuşuq. Yəni yüksəlişin öz qoyduğu mükafat, öz qoyduğu rəhbər vəzifəyə təyin edir, işlə təmin edir. Onların təbii ki, bizlə heç bir əlaqəsi, heç bir aidiyyəti yoxdur. Biz özümüz, bizlə birlikdə hər üç mərhələ yazılır. Finala çıxan namizədə 1000 manat, qalib olan namizədə isə 10.000 manat məbləğində mükafat təqdim edəcəyik. İndi burada məsələ belədir ki, finala çıxdıqca, indi o hissəni bir dənə dəyərləndirəcəyik. Əgər finalçılar qalib oldusa, qalibin mükafatı verilmiş olacaq. Yox, əgər qalib olmadısa, ona finalçı mükafatı verilmiş olacaq. Proses budur. Başqa sualınız varsa deyin gəlsin. Deyin, sürətli şəkildə cavablandıraq, sonra isə dərsimizə keçid etmiş olaraq. Bəli, mən özüm də sizlə birlikdə Allahın iznayəti ilə müsabiqədə iştirak edəcəm. Yəni. Suallarınız varsa səsi görüntünü açıb deyə bilərsiniz. Mənim sualım var idi. Ancaq sizin komandanızla hazırlıq ikinci və üçüncü mərhələdir, səhv eləmirəmsə. 1, 2, 3. Ümumi bilik, analitik təhlil və idarə etmə. İdarə etmə. Bəli. Dörd, 5. Yarımfinal, final mərhələsində artıq o hissədə xüsusi bir material yoxdur, xüsusi bir qayda yoxdur, xüsusi bir şey yoxdur. Yəni siz komanda ilə işləmə bacarığınız ya var, ya yox. Yəni olmayan bir şeyi siz beyinə həkk etmək mümkün deyil. Olar, heç bir problem yoxdur. Biz yox, amma onda onlar 20.000 mükafat verəcəklər, yəni Vüsal bəy. O yenə də problem yoxdur. Hazırlıqla hansına uyğun olsa qoşula bilərsiniz. 1 və 2-ci mərhələyə özünüz keçə bilirsinizsə, heç bir problem yoxdur, yəni.